Videomuzun mövzusu qoyun alarkən nələrə diqqət eləmək lazımdır, bu barədə danışacağam. Gəlin videomuza keçid eləyək. Qoyun alarkən pulunuzun batmaması və düzgün seçim etməyiniz üçün diqqət etməli olduğunuz hər bir xırdalığı ən sadə, hamının başa düşəcəyi dildə izah eləmək istəyirəm. 1. İlk baxışda heyvanın ümumi görünüşü, xarici görünüşü çox vacibdir. Bazara və ya bir təsərrüfata girəndə gözünüzü ilk cəlb edən şey heyvanın hərəkətli olmasıdır. Canlılıq və aktivlik. Sağlam qoyun hər zaman gümrah olar. Yanına yaxınlaşanda dərhal reaksiya verər, qaçmağa çalışar, başını məsələn dik tutar və ətrafı müşahidə edər. Gözləri parlaq olar. Əgər bir qoyun sürünün bir küncündə tək dayanıbsa, başını aşağı salıbsa, gözləri qapanırsa və ətrafda baş verənlərə qarşı reaksiya vermirsə, o heyvandan uzaq durur. Böyük ehtimalla qızdırması və yaxud da daxili bir xəstəliyi olduğunu göstəricisidir. Yerişi və heyvanın, qoyunun duruşu. Heyvanı biraz qabağınıza qatıb yeridir. Axsayan qoyundur, axsaq olmamalıdır. Addımlarını düzgün atmamalıdır. Daha doğrusu atmalıdır. Çünki bəzən elə qoyunlar var ki, arxa qışları bir-birinə məsələn toxunur. Baxırsan ki, normal yerişi də yoxdur. Belə. Bel hissəsi məsələn düz olmalıdır. Əgər beli çox bükülübsə, ya da tükü məsələn qopubsa, bu onun ya yaşlı olduğunu, ya da zəif və xəstə olduğunu göstəricilərindən biridir. 2. Qoyunun dişləri. Heyvanın yaşını və sağlamlığını təyin etmək üçün ən vacib yerlərindən biri onun dişidir. Qoyunçuluqda heyvanın yaşını öyrənməyin ən dəqiq yolu onun dişlərinə baxmaqdır. Heyvan sahibinin bu hələ cavandır sözünə yox, qoyunun dişinə inanmalısınız. Qoyunun ağzını açıb alt çənəsindəki kəsili dişlərə baxın. Bir də qoyunlarda dişlər ancaq alt çənədə olur. Üst çənədə ümumiyyətlə qoyunlarda diş olmur. Bu təsərrüfatla məşğul olanlar bunu gözəl bilir. Sadəcə bu sahəyə maraq göstərənlər üçün məlumat xarakterdir. Quzular və eşşəklər, cavan heyvanlardır, doğmamış qoyunlar. Alt çənədəki dişlər xırda süd dişləridir. Heyvanın yaşı artdıqca bu xırda dişlər düşür və yerinə enli, böyük əsas dişlər çıxır. İlk iki böyük diş çıxıbsa, heyvan təxminən harsada 1 yaş, 1 yaş yarım yaşında olduğunu göstəricisidir. Qoca heyvanlarda isə əgər dişlərin hamısı enli və böyüksə, heyvan tam yetkindir. Amma əgər o dişlər bir-birindən aralanıbsa, yaxud da sallanırsa, yeyilibsə də məsələn dişə baxanda hiss eləmək olur. Və bəziləri məsələn düşübsə, o heyvanı damazlıq üçün almayın. Bu onun qoca olduğunun göstəricisidir. Çünki dişləri olmayan qoyun otu yaxşı çeynəyə bilməz. Sürətlə arıq eləyər və sizə xeyirdən çox ziyan gətirər. 3. Gözlər. Burun və ağız hissəsi heyvanın baş nahiyəsi, onun sağlamlıq durumunu dərhal biruzə verir. Gözlər parlaq və tam açıq olmalıdır. Gözdən irinli çirk, yaş axmamalıdır. Gözün ağı sararıbsa və yaxud da ki tam
Ağrıbsa bu qaraciyər qurtlarının, kəpənək məsələn xəstəlikləri və s. və ya qan azlığının əlaməti ola bilər. Burun və ağız. Burundan selik, irin və yaxud da ki, köpük gəlməməlidir. Sağlam qoyunun burnu təmiz və yüngül nəm olar. Ağız ətrafında, dodaqlarında isə yaradır, çapıq, yəni belə deyək də, qabıq bağlanmış sızanaqlar olmamalıdır. Yəni bu cür yaralar yoluxucu xəstəliklərin, məsələn, ağız yarasının əlamətidir və bütün sürünüzə yəni keçə bilər. Sonra dördüncü, yun və dərinin təmizliyi. Qoyunun yunu təkcə material deyil, həm də onun bədəninin güzgüsüdür. Yunun keyfiyyəti. Yun parlaq və ya bədənə möhkəm bitişmiş olmalıdır. Əgər qoyunun bədənində yunu tökülmüş, keçəl yerlər varsa, heyvan durmadan divarlara, dirəklərə sürtünürsə, bu dəri gənəsinin, məsələn, qotur xəstəliyinin və ya yəni bitinnin və yaxud da ki, gənənin əlamətləridir. Qotur heyvanı sürgətirmək böyük, yəni bəladır, yəni yoluxucudur, yəni başqa qoyunlara da keçə bilər. Çünki müalicəsi həm vaxt, həm də əlavə, yəni pulunuzu aparır. Dərinin altı. Əlinizi yunun altına yəni salıb qoyun dərisini yoxlayın. Xüsusən də bu boğazın altıdır, qoltuq altları və bu nahiyələrində fındıq və ya qoz böyüklüyündə bərk şişlər olmamalıdır. Bu qoyunçuluqda çox təhlükəli və yoluxucu olan el arasında çivan xəstəliyi ola bilər. 5. Ayaqlar və ya dırnaqlar. Qoyun otlaq heyvandır. Onun belə deyək də, pulu ayağındadır. Çünki qoyun gündə belə deyək də, örüşə gedib gəlməyə kilometrlərlə yol qət eləməsi deməkdir. Ayağı xəstə olan qoyun otlaya bilməz və geriləyər. Çünki ayaq üstə dura bilmirsə də, sözsüz ki, ayaq üstə durub otlamaq lazım. Sonra dırnaq xəstəlikləri. Qoyun dırnaqlarına mütləq alanda baxmaq lazımdır. Dırnaqların arası qızarmamalı, pis, qoxulu irin olmamalıdır və dırnaq çox uzanaraq formasını itirməməlidir. Dırnaq çürüməsi adlı yoluxucu xəstəlik var ki, bir dəfə tövləyə düşsə, bütün heyvanları ayaq üstə iflic edir. Sonra oynaqlarda məsələn şişlərdir. Heyvanın diz və onun oynaq hissələrində şişkinlik olub-olmadığını yoxlamaq lazımdır. Şiş oynaqlar heyvanın yatıb durarkən əziyyət çəkdiyini, belə deyək, əziyyət çəkməsinə səbəb olur. 6. Döş, yəni yerin hissəsi ana qoyunlar üçün ən vacib, yəni şərtlərdən biridir. Əgər damazlıq doğar ana qoyun alarkən onun yelini yoxlamadan yəni qətiyyən almaq məsləhət deyil. Çünki süd verən ana qoyun quzusunu böyüdə bilməz və o sözsüz ki, quzuya məsələn süd verə bilmirsə də, quzu da tələf ola bilər. Əllə yəni yelini yoxlamaq lazımdır. Qoyunu tutub və arxa tərəfdən yelini əlinizdə yoxlayın. Yelin yumşaq, simmetrik, yəni hər iki tərəfi eyni ölçüdə olmalıdır. Yəni məmələri nəzərdə tutun. Bərklik yelində daş kimi bərklik, şiş və ya isti qızdırma olmamalıdır. Əgər bir tərəfi bərkdirsə, deməli o tərəfin süd damarları korlanır və oradan bir daha süd gəlməyəcək. Əmziyin sayı. Qoyunun 2 normal əmziyi olmalıdır. Yəni məmələrini nəzərdə tuturam. Məmələri kəsik, yaralı və yaxud da həddindən artıq böyük, quzunun ağzına sığmayacaq dərəcədə olmamasına diqqət edin. 7. Arxa hissə.
Nəcis heyvanın arxa tərəfi onun mədə-bağırsaq sisteminin, yəni necə işlədiyinin göstəricisidir. İshal əlaməti, yəni qoyunun quyruğunun altına və arxa ayaqlarının yunun üstünə, yəni baxmaq lazımdır. Əgər buralara peyin yapışıbsa və yun çirklidirsə, deməli bu heyvan ishal olub. Yəni belə deyək də, qarnı ağrıyır. İshal sadə bir yem dəyişikliyindən də ola bilər. Daxili qurdlar və yaxud da ki, təhlükəli bağırsaq infeksiyalarından da yəni ola bilər, yarana bilər. Quyruq quruluşu, yəni qoyunun. Bizim yerli cinslərdən məsələn qal olsun, Qarabağ qoyunu və yaxud da sairə qoyunlar quyruq forması vacibdir. Yəni quyruq çox sallanmamalı. Heyvanın cinsinə uyğun olaraq dik və bədənə mütənasib, yəni olmalıdır. Bir də yəni sonda bəzi məsləhətlər belə verə bilərəm ki, heyvan alandan sonra nə etməlisiniz? Tutaq ki, heyvanı çox bəyəndiniz, tam sağlam görünür və aldınız. Onu birbaşa öz tövlənizdəki digər qoyunların içinə, yəni buraxmaq məsləhət görülmür. Yəni alınan heyvan ən azı bir 2 həftə ayrıca bir yerdə, karantində saxlanılmalıdır. Bu müddət ərzində ona qurd dərmanları vermək lazımdır, peyvəndləri vurun, məsələn, müşahidə eləmək lazımdır. Əgər gizli bir xəstəlik varsa, bu müddətdə üzə çıxacaq və köhnə sürünüzü təhlükəyə atmamış olacaqsınız. Sonda da onu əlavə eləyim və vurğulayım ki, dostlar, yəni qoyun alarkən, qoyun seçərkən çalışın bu sahədə təcrübəsi olan, özü yəni belə deyək də, yəni heyvan saxlamış şəxslərlə alsanız daha məsləhətlidir. Bugünlük bu qədər dostlar. Siz də şərh bölməsində öz fikirlərinizi və yaxud da iradlarınızı, öz təsərrüfatınızdakı təcrübənizi yazsanız xoş olar. Sağ olun, bugünlük bu qədər.